Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə 4-cü sinif böyük summa tipi qiymətləndirmə 2 variant A və B suallarını bir yerdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Yapon məbədi nə adlanırdı? Kalliqrafiya gözəl ifadəli yazı sənəti adlanırdı. Pagoda isə Yapon məbədi hesab olunurdu. Şirma isə qatlanan pərdədir. Cavab B variantı pagoda. İkinci sual. Qazaxda yerləşən körpü hansıdır? Qazancı Naxçıvanda yerləşir. Əyri körpü Gədəbəydə yerləşir. Qırmızı körpü isə Qazaxda yerləşirdi. Yəni C variantı. Üçüncü sual. Hansı əsər Ələkbər Rızaquliyevə aiddir? Paris nemətləri Ramiz Abbasovun əsəridir. Öküzün nallanması Ələkbər Rızaquliyevin, mənzərə isə Kamil Xanlarovun. Öküzün nallanması əsəri, yəni məişət janrında və qrafika növündə işlənmişdir. Ələkbər Rızaquliyev isə daha çox qrafika növündə işləyirdi. Dördüncü sual. Əşyanın işıqlanmayan səthi nə adlanırdı? Şəxsi kölgə işıqlanmırdı, yəni kölgə olan tərəfi idi. A variantı. Yarım kölgə isə işıqdan kölgə xəfif keçid adlanırdı. Bilik isə əşyanın ən parlaq yer hissəsi adlanırdı. 5-ci sual. Hansı əsər Toğrul Nərimanbəyova aiddir? Əmir Teymur. Əmir Teymur kimin əsəri olmuşdur? Mir Mövsüm Nəvvabın. Dərviş Nurəli Şah da Mir Mövsüm Nəvvabın əsəridir. Çiçəklər əsəri isə Toğrul Nərimanbəyovun əsəridir. 6-cı sual. Şah sarayındakı rəsmi qəbul otağı nə adlanırdı? Divanxana Şah sarayındakı rəsmi qəbul otağı adlanırdı. Yəni qədim şərqdə. A variantı. Dabbağxana dəri gönəlimatxanası adlanırdı. Kalliqrafiya isə gözəl və ifadəli yazı sənəti adlanmışdı. 7-ci sual. Qotik üslubun xüsusiyyətlərini sadalayın. Qotik üslubun xüsusiyyətləri necədir? Şaquli xətlərdən, iti bucaqlardan istifadə olunubsa, bu hansı üslubdur? Qotik. 8-ci sual. Daş və çiy kərpicdən tikilən tikili hansı olmuşdur? Çovusdan nədən hazırlanırdı? Saman qarışdırılmış palçıqdan. Üzəri də küləşdən örtülürdü. Çoma isə daş və çiy kərpicdən tikilirdi və torpaqla örtülərdi. Yəni B variantı. İqlo isə eskimoslardan istifadə edirdi. Yəni buz parçalardan. 9-cu sual. Mərdlik rəmzi nədir? Qoçun mənası nədir? Mərdlik və cəsarətdir. Atın mənası nədir? Zənginlik və şərəfdir. Daş isə uzun ömürlük rəmzi sayılırdı. Burada cavab olacaq A variantı qoç. Gəldik 10-cu sual. 10-cu sual. Yapon xalqının ən sevimli bayramı hansıdır? Olimpiya oyunları. Olimpiya oyunları Yunanistanın ən sevimli bayramı olmuşdur. Ancaq Yapon xalqının ən sevimli bayramı Sakuranın çiçək açmasıdır. Panefiniya isə Afina sakinlərinin bayramı olmuş, yəni ümumi təntənəli yürüyüşü idi. 11-ci sual. Mirzə Qədim İrəvani hansı əsəri Ermitajda saxlanılırdı? Matərat xanım Gürcüstanda saxlanılırdı. Çiçəklər və quşları isə Rusiyanın Ermitaj muzeyində saxlanılırdı. Molla isə Azərbaycan Dövlət İncəsənət muzeyində saxlanmışdır. 12-ci sual. Ovçuluq sujetli xalçada verilən xoruzun mənası nədir? Zənginlik atın mənasıdır. Xeyir isə xoruzun mənası hesab olunurdu. Mərdlik isə qoç rəmzi hesab olunmuşdu. Burada olacaq B variantı xeyir. 13-cü sual. Tikilinin ətrafına çəkilən divar nə adlanırdı? Tikilinin ətrafına çəkilən divar hasar adlanırdı. Hasarı tamamlayan başlıq isə nə adlanırdı? Qurşaq, yəni həmin hasarın üstündə istifadə olunurdu. Dabbağxana isə dəri gönəlimatxanası adlanırdı. Burada olacaq B variantı. 14-cü sual. Çayvansaray nə üçün istifadə edilirdi? Çayvansaray sözünün mənası nədir? Qonaq evi kimi istifadə olunurdu. Keçmişdə tacirlər dincəlmək üçün istifadə edirdi. İndi isə turistlər, deməli, burada istirahət etmək üçün gələrdilər. 15-ci sual. Hava perspektivi nədir? Ön və arxa obyektlər arasındakı işıq və rəngin əksi. Məsələn, uzaqda olan obyektlər bizə gözümüzdə daha kiçik və solğun görünürdü. Ancaq yaxında olan obyektlər isə bizə rəngləri tam tündlüyü ilə təsvir olunmuşdu. 16-cı sual. İşıq və kölgədən istifadə edərək rəsm çəkin. A variantı bu qədər. B variantı birinci sual. Hansı tikilinin damı torpaqla örtülürdü? Çorustanın damı küləşlə örtülürdü. Çomanın isə damı torpaqla örtülürdü. Yəni B variantı. Alçağın damı isə nə ilə örtülərdi? Keçə ilə. İkinci sual. Hansı əsər Kamil Xanlarova aiddir? Sevimli Araz Maral Rəhmanzadənin əsəridir. Mənzərə əsəri isə Kamil Xanlarov. Bayram axşamı Məhəmməd Orucov. Burada olacaq B variantı mənzərə.
Üçüncü sual. Əşya üzərindəki ən parlaq yer nə adlanırdı? İşıq əşya üzərindəki işıqlanan səthdir. Bilik isə ən parlaq yer adlanırdı. Şəxsi kölgə isə işıqlanmayan, yəni kölgə olan tərəfdir. Dördüncü sual. Bağ mövsümü əsəri hansı janrdadır? Natürmort, mənzərə, portret. Bağ mövsümündə təsvir olunmuşdur cansız əşyalar. Əgər cansız əşyalar təsvir olunubsa, bu natürmort janrıdır. Mənzərədə təbiət rəsmi istifadə olunmuşdur. Portretdə isə insan sinəyə qədər olan təsviridir. 5-ci sual. Zənginlik rəmzi sayılardır nə? Dedik ki, qoçun mənası nədir? Mərdlik və cəsarət. Zənginlik və şərəf isə atın mənasıdır. Daşın mənası isə uzun ömürlük və əbədlik rəmzi hesab olunurdu. 6-cı sual. Tikinin ön tərəfi nə adlanırdı? Şirma dedi ki, qatlanan pərdədir. Pagoda isə Yapon məbədi hesab olunurdu. Fasad isə tikinin ön tərəfi, yəni qabaq hissəsi adlanırdı. 7-ci sual. Yumurta döyüşü əsəri təsninsətin hansı növü ilə işlənilib? Rəngkarlıq, qrafika, memarlıq. Yumurta döyüşü kimin əsəri olmuşdur? Ələkbər Rza Quliyevin. Ələkbər Rza Quliyev daha çox qrafika növündə işlədiyi üçün B variantı. 8-ci sual. Mir Mövsüm Nəvvab evinin divarlarını hansı naxışlar ilə bəzəmişdir? Quş və çiçək, ov və hər, pəndəsi, ornament. Mir Mövsüm Nəvvab evini və dərs dediyi məktəbin divarlarını quş və çiçək təsvirləri ilə bəzəmişdi. Ov və hər səhnələri harda istifadə olunurdu? Şəkixan sarayının divar naxışlarında. Burada olacaq A variantı. 9-cu sual. Ovçuluqla məşğul olanların tikilisi nə adlanırdı? Çoma, yaranqa və iqlu. İqlunu eskimoslar istifadə edirdi, yəni buz parçasından. Çomanı isə əkinçilər istifadə edirdi. Yaranqanı isə maral saxlayan və ovçuluqla məşğul olanların tikilisi olardı. 10-cu sual. Əkinçiliklə məşğul olanların tikilisi nə adlanırdı? Dedi ki, iqlunu eskimoslar istifadə edirdi və buz parçalarından istifadə olunurdu. Çovustan isə əkinçiliklə məşğul olanların tikilisi adlanardı. Alaçıq isə maldarlıqla məşğul olanların tikilisi olardı. 11-ci sual. Giriş qapısı nə adlanırdı? Şirma dedi ki, qatlanan pərdə kimi istifadə olunurdu Yaponlarda. Portal isə giriş qapısı adlanırdı. Mozaika parçalarından istifadə edilmişdi. Kimono isə Yapon xalqının milli ənənəvi geyimidir. 12-ci sual. Notre Dame kilsəsi hansı üslubdadır? Notre Dame kilsəsi Parisdə yerləşirdi və şaquli xətlərdən, iti bucaqlardan istifadə olunubsa, bu olacaq gotik, yəni C variantı. 13-cü sual. Hansı əsər Mirzə Qədim İrəvani əsəridir? Əmir Teymur Mir Mövsüm Nəvvabın əsəridir. Gənc oğlan isə Mirzə Qədim İrəvani əsəri hesab olunurdu. Qız qalası isə Toğrul Nərimanbəyovun əsəridir. 14-cü sual. Mozaika nədir? Mozaika xırda daş parçalarından, smaltadan yaradılan təsvirdir. 15-ci sual. Lessirovka nədir? Lessirovka isə qurumuş rəng təbəqəsinin üzərinə yeni rəngin yaxılmasıdır. Məsələn, qırmızı rəngin üzərinə yeni rəng yaxılırsa, bu nə adlanır? Lessirovka. 16-cı sual. Gotik üslubda rəsm çəkin, yəni şaquli xətlərdən, iti bucaqlardan istifadə edərək ya geyim, ya da hər hansı bir memarlıq üslubunu çəkməyi tələb edir. B variantı bu qədər. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.